Bugün sizə faiz ilə əlaqəli bir şey demək istəyirəm. Faiz günümüzdəki bank sistemləri, kredit və ipoteka bildiyimiz faizlər bunlardır. Obşi biz götürəndə faiz Qur'ana baxanda real dəyərin üstünə gətirən, malına və puluna gətirən haqsız dəyərlərin haram olduğu bildirilir. Real dəyərlər. Məsələn, 1 kilo buğda verirsiniz, 2 kilo alırsınız. 1 mişok qarğıdalı verirsiniz, 2 mişok alırsınız. 5 qızıl verirsiniz, 7 qızıl geri alırsınız. Bu real faizdir və haramdır. Türkiyədə buna təpəcilər deyilir. Verən malın üzərinə gətirilən nə varsa hamısı haram sayılır. Pul olsun, mal olsun, nə olursa olsun verirsiniz, üzərinizə faizlə geri götürürsünüz. Bu ribadır, haramdır. Faiz kimi gelir. Ancaq bankların, ipotekaların və digər bu sistemlərin günümüzdə, məsələn, inflyasiyanın qabağını almaq üçün alınan tədbirlərin hamısına faiz demək doğru deyildir. Çünki hər yerdə artış var. Hər şey hər gün bahalanır. Bunun üçün bank sisteminin bu fəaliyyət üzərində aldıqları tədbirlər faiz deyildir. Çünki artışı, bahalanmayı heç kim də yandırmır. Hər gün hər şey bahalanır. Hər nə varsa hər gün bahalanır. Ət bahalanır, süd bahalanır, yağ bahalanır, stroy materiallar bahalanır, hər şey bahalanır. Bunun üçün bank sistemindəki bahalanmanın qarşısını almaqdan ötürü birinci bu bahalanmaları dayandırılmalıdır. Bu bahalanmalar dayanmadığına görə bank sistemlərinin tədbiri də faiz kimi sayılmır. İnsan ev alır 5 milyona deyək ki, bank ona hesablayır ki 8 milyon ya da 9 milyon ödəməlidir. Onu da bir 20 ilə atır. 20 il ərzində o ödəməlidir. O 20 il ərzində olacaq inflyasiyanı hesablayaraq adamlara evlər satır. Bu faiz riba kimi gedən faiz deyildir. Bu real sayılmır. Bu real pul kimi sayılmır. Pul üzerine olan bu kredi ipotekalardaki bu artış faiz kimi sayılmır. Riba sayılır əsasən insanın, o təpəcilərin etdikləri kimi o malı, pulu verir, üzərinə çoxalır. Və bir şeyi də qeyd edim, Qur'an-ı Kərimdə Allah Teala bildirir, faizlə haram artış malında və pulunda haram artışlar etmək Allaha və Rasula, Qur'ana savaş açmaq qədər böyük bir günah olduğunu da biz unutmayaq. Əgər bir insanın ehtiyacı varsa və yaxud da bir insan hansısa ehtiyac içərisindədirsə əgər, bilirsiniz ki, insanın ehtiyacı var və onun bir digər yolu yoxdur. O insana borc verə bilərsiniz, yardım eləyə bilərsiniz. Faizsiz, əlbəttə, faiz götürmədən borc verə bilərsiniz. Bu da yaxşı iş olar. Və borclarınızın bağışlanmağı da Allah Teala məqbul bir ibadət olduğunu deyir. Əgər ehtiyac sahibinə borc vermişsinizsə, bağışlasanız onu Allah rızası üçün, o da məqbul, gözəl əməllərdən sayılır. Faiz günümüzdəki kredit, ipoteka və digər bank sistemlərində olan inflyasiyaya qarşı aldıqları tədbirlərin faiz olmadığı qənaəti önə sürmək daha doğrudur. Çünki bahalaşma getdiyinə görə bunlar da bu fəaliyyəti stabil saxlamalıdır. Və heç bir şəkildə, heç bir surətdə mallarınıza və pullarınıza haram artış etməyə çalışmayın. Bu Allah qatında böyük günahdır
və qiyamətdə bunun əzabı böyük olacağını Allah Teala Quran-ı Kərimdə bildirmişdir.